Hörmətli tamaşaçılar, hamınızı salamlayıram. Qərb Azərbaycana doğru verilişində sizləri xoş gördük. Mədəniyyət yaratmaq böyük bir hadisədir. Amma bu mədəniyyəti min illər bundan əvvəl yaratmaq hər bir xalqın bacardığı iş deyil. Ona görə də biz dünya mədəniyyəti tarixindən danışanda o qədər də çox olmayan mədəniyyət yaradan xalqların adını çəkirik. Biz əcdadımızla qürur duyuruq ki, mədəniyyət yaradan xalqlardan biri də bizik. Və dünyanın müxtəlif coğrafiyalarında əcdadımızın yaratdığı mədəniyyət bu və ya digər formada təzyiqlərə məruz qalır, vandalizmə məruz qalır və ən çox bizim xalqımızın yaratdığı mədəniyyət həm Qərb Azərbaycanda, Ermənistanda dağıntılara məruz qalıbdır və eyni zamanda həm də öz ərazimizdə 30 illik işğal dövründə Azərbaycan xalqının maddi, mədəni irsi vandalizmə məruz qalıbdır. Ancaq nə baş verir? Ermənilər bugün iddia edirlər ki, biz onların mədəniyyətlərini dağıtmışıq. Hansı mədəniyyətlərini? Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada tikdikləri müəyyən, tutaq ki, tikirlər. Bilirsinizmi, hörmətli tamaşaçılar? Müharibə hüququna görə, humanitar hüquqa görə işğal olunmuş ərazidə qeyri-qanuni tikirlər aparmaq olmaz. Çünki başdan ayağa qeyri-qanuni nəticə etibarət işğal edilmiş torpaqdan söhbət gedir. İşğal edilən ərazidə bir xalqın yaratdığı mədəni irsi dağıtmaq olmaz, bu hərbi cinayət hesab olunur. Amma ermənilər nə edilər? Kəndlərimizi, şəhərlərimizi dağıtdılar. 30 illik işğal devrində o torpaqların ermənilərə aid olmasını sübut etmək üçün nəsə tikdilər. Hansı ki, bu da cinayət idi. İndi biz onu sökürük, biz olmuşuq suçlu, güya ki, biz onların mədəni irsini dağıdırıq. Bax, məsələ belədir. Azərbaycan mədəniyyət tarixini dərindən bilən, humanitar hüququ dərindən bilən, Azərbaycan ədəbiyyatını şeirlərindən zənginləşdirən, humanist düşüncələrindən zənginləşdirən çox maraqlı bir qonağımız var. Məhz bu istiqamətdə onunla söhbət edəcəyik. Milli Məclisin deputatı, çox hörmətli Elçin Mirzəbəyli, Mədəniyyət Komitəsinin, səhv eləmirəmsə, Elm və Təhsil Komitəsinin üzvü. Hara getsək elə elm təhsil də elmdir, mədəniyyət də elə olur. Yəni, intellektual yaradıcılıqdır. Elçin müəllim, ermənilər iddia edirlər ki, demək, biz işğal dövründə onların Azərbaycan arasında tikdikləri, quraşdırdıqları süni o tikirləri güya ki dağıdırıq. Bu nə deməkdir? Bu nə cür baxırsınız bu məsələyə? Tamamilə doğru vurğulayırsan. O əziz Hikmət müəllim, dəyərli həmkarım, dostum və çox təşəkkür edirəm dəvət elədiyiniz üçün. Şübhəsiz ki, siz də tamamilə doğru olaraq qeyd etdiniz ki, beynəlxalq humanitar hüquqa görə, eyni zamanda Cenevra konvensiyalarına görə işğal edilmiş ərazidə istənilən tikilinin inşa olunması onun statusundan asılı olmayaraq faktiki olaraq qeyri-qanuni, legitim olmayan bir tikili hesab olunur. Baxımdan da Azərbaycanın atdığı addımlar həm beynəlxalq hüququn normu və prinsipləri çərçivəsində həyata keçirilən addımlardır və hər hansı mədəni irsdən söhbət gedə bilməz. Ermənilərin təkcə Azərbaycan, indiki Azərbaycan Respublikasının ərazisində deyil, bütövlükdə bu coğrafiyada hər hansı bir mədəni irsi yoxdur. Mədəni irs çox böyük bir anlayışdır və tarixən aborigen olan, yəni faktiki olaraq bu torpaqlarda mədəniyyət yaradan xalqlara aid olan bir anlayışdır. Ermənilər bu torpaqlara aid deyirlər. Bunu nə qədər inkar etsələr də biz indi müasir beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək dövlətlərin ərazi bütövlüyünə, hörmətinə yanaşırıq. Amma bu o demək deyil ki, bu mədəniyyətə və tarixə münasibətdə eyni yanaşma ortaya qoyulmalıdır. Erməni xalqının bu coğrafiyada tarixi və mədəniyyəti yoxdur. Daha sonra işğal dövründə, birinci işğal dövründə sahiblənəndə Azərbaycan torpaqlarına dövlət yaradanda, oradan bizim mədəniyyətimizin izlərini siliblər, məhv ediblər, dağıdıblar. Daha sonra isə Azərbaycan torpaqlarında həm mədəniyyətimizin irsini siliblər, silməyə çalışıblar və dağıntılara məruz qoyublar, həm də faktiki olaraq özlərinin bu torpağa aid
olduğunu sübut etmək üçün orada saxtakarlıqla və həmçinin hansısa yeni tikililər inşa etməklə varlıqlarını təsdiq etməyə, sübut etməyə çalışırlar. Bütün bunlar qeyri-qanuni əməllərdir, legitim əməllər deyil və təbii ki, əslində mədəni irsə münasibətdə də sərgilənən bütün bu davranışların özü belə ermənilərin bu coğrafiyada, Ermənistanın o cümlədən daha sonra formalaşan bu coğrafiyada Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin tərkib hissəsidir. Yəni, mahiyyət etibarilə torpağa qarşı, təbiətə qarşı, istər mədəni abidələrə qarşı və təbii ki, insanlara qarşı həyata keçirilən bütün bu cinayətlər, onların izlərinin silinməsi kollektiv şəkildə milli və dini mənsubiyyətinə görə genosid siyasətinə mahiyyət etibarilə aiddir və əslində onların bugünkü yanaşmaları ayrı-ayrı təbii ki, ölkələrin maraqlarından çıxış edilərək sərgilənən davranışlardır. Rəsmən, çox sağ olun. Mən istəyirəm məsələyə bir də hazırki siyasi reallıqlar və həyata keçirilməkdə davam olan siyasi proses kontekstində baxaq. Bir tərəfdən biz artıq Ermənistanla sülh sazişini paraflamışıq, demək 2025-ci il avqust ayının 8-də. Və tərəflərin bir-birinə qarşı iddia qaldırmaq məsələsi bir növ geri plandadır. Yəni, əgər biz bugün sülh əldə edilməyib və yaxud ediləndən sonra, imzalanandan sonra qarşılıq şəkildə beynəlxalq məhkəmələrdə bir-birinin əleyhimizə ittihamlar qaldırsaq, bu şübhəsiz ki, sülhün əldə olunmasını çətinləşdirər və sonsuz mübahisələrə yol açar. Amma görürsünüz, belə bir vaxtda birdən-birə ermənilər başlayırlar ki, bizim yaratdığımız mədəni irs, mədəni abi Azərbaycana dağılır. Bir də bu Ermənistan siyasətininmi, yoxsa Ermənistan ictimai düşüncəsininmi necə bir formulasıdır ki, bir-birinə ziddir? Yəni, mən istəyirəm bu məsələ biraz aydınlıq gətirəsiniz. Aydın, tamamilə doğrudur. Əslində, erməni bir toplum olaraq, ermənilər millət olaraq formalaşmıyorlar. Bunu bir mənalı şəkildə qeyd eləmək lazımdır. Ermənilər diaspor millətidir və əslində diaspor təşkilatıdır və indiki şəraitdə də biz Ermənistanın daxili siyasətinin və daxili ictimai şüurun formalaşması prosesində çoxsaylı komponentlərin iştirak etdiyinin şahidi oluruq. Bu ziddiyyətlərin bir hissəsi oradan qaynaqlanır və ictimai şüur bir ideologiyaya mənsub olanda, xəttə mənsub olanda, bir geosiyasi qütbə mənsub olanda mahiyyət etibarilə onun irəli sürdüyü prinsiplər və iddialar da haradasa üst-üstə düşür, yəni nəticə etibarilə. Amma burada ziddiyyətlər çoxdur. Yəni hətta erməni diasporunun özündə belə, ayrı-ayrı ölkələrdə yerləşən diasporunun özündə belə vahid fikir yoxdur, konkret olaraq bu coğrafiya münasibətdə, ümumiyyətlə ermənilik anlayışına münasibətdə, Osmanlı dövründən sonra köçənlər var və onların tamamilə fərqli bir düşüncəsi var, onların tərbiyə etdiyi nəsil var, onlar fərqli düşünürlər. Sovet dövründə köçən ermənilər tamamilə fərqli düşünürlər. Bu baxımdan vahid düşüncə formalaşmıyor. Biz dünyada 50 milyonluq bir xalqın, toplumun nümayəndələri, eyni zamanda vahid Türk coğrafiyasında nəzərə alsaq, 300 milyonluq bir toplumdan söhbət gedir. Çox az fərqlə, yəni əslində bizim vahid bir ideyaya məxsus olan, mədəniyyətə məxsus olan xalqıq və fərqi göstərmək üçün söyləyirəm. Yəni baxımdan da bu həm də onu deməyə əsas verir ki, dünyada yaşayan türklərin, o cümlədən Azərbaycan türklərinin tarixən davamlı olaraq dövlətçiliyi olduğu üçün onlar vahid dövlətçilik, vahid vətən ideyasına sadiq qalaraq və bugünkü birliyi və həmrəliyi nümayiş etdirirlər. O yanaşma tərzi ikinci faktoru Hikmət müəllim çox yaxşı bilirsiniz ki, uzun illərdən bəri Baxteri Erməni Qırqaryan kilsəsinin, daha sonra kilsənin formalaşdırdığı Qınçaq və Daşnak Sütun kimi təşkilatların yaratdığı o saxta ideologiyanın əsasında həmçinin
həmçinin bu ideologiyanı stimullaşdıran ayrı-ayrı imperiyaların maraqlarını həyata keçirilən, qrupların həyata keçirdiyi siyasət əsasında bir saxta düşüncə formalaşdırıb Ermənistan cəmiyyətində və klassik narazılıq, klassik incidilən xalq, məzlum xalq bir anlayışının formalaşması. Təbii o millətçilik onun üzərində. Bizim millətçiliyimiz döyüş ruhu üzərində, mədəniyyət üzərində qurulub. Onların millətçiliyi əzilənlik, saxta əzilənlik və məzlumluq psixologiyası. Çox sağ olun. Siz dediniz məsələn sosiologiya milli identitet kimi izah edir. Yəni deyək burada etnik kök, dil bənzərliyi, ortaq dünya görüşlərindən, ortaq mifoloji təfəkkürdən, ortaq dini tamamilə doğru. Belədir. Amma bunlar da yoxdur da. Bu neynəsinlər? İndi yoxdur. Nə şəkildəsə bir şey. Ona görə bizim mədəniyyətimizə sahiblənməyə çalışırlar. Bəli, bir nəsə tapıb onun üstə biz özlərini identifikasiya etməlidirlər, bir-birinə bənzətməlidirlər. Bu da ən yaxşı nədir? Elə kiməsə qarşı düşmənçilik etmək. Çünki düşmənçilik hissi ən iti hisslərdən biridir insanlarda. Onu mobilizovat, onu səfərbər eləməyə çalışırlar. Bir də çox maraqlı bir fraza işlətdiniz. Dediniz ki, hər nə qədər paradoks olsa da həqiqətdir. Dediniz ki, kilsənin yaratdığı daşnaqsın və hınçaq təşkilatları, terror təşkilatları. Buyurun, hörmətli tamaşaçılar. İndi də mədəni terrorizm, beynəlxalq hüququn terrorizə olunmasından söhbət gedir. Yəni, görün nə qədər, bilmirəm, hansı keyfiyyətdə olasınız ki, bir ölkənin torpaqlarını işğal edəsiniz, orada nəsə yalandan quraşdırasınız, o da hərbi, humanitar hüquqa görə hərbi cinayət olduğu halda bu ölkə öz torpaqlarına, Azərbaycan öz torpaqlarını geri qaytarandan sonra bunu sökür, hətta siz də başlayırsınız buna etiraz eləməyə. İndi görün, məsələ necədir. Bax, belə. Amma bütün bunlar əlbəttə ki, ümumi sülh fəlsəfəsinə, Qərb Azərbaycana qayıdış fəlsəfəsinə mən düşünürəm ki, mənfi təsir göstərməməlidir. Nəticə etibarilə birgə yaşayış üçün müəyyən ortaq düşüncəyə gəlib çatmaq lazımdır ki, əslində bu verilişlərimiz ona xidmət edir ki, nəticə etibarilə əgər biz burada bu coğrafiyada yaşamağa məhkumuqsa, demək, birgə siyasi düşüncəni də paylaşmaq üçün müəyyən addımlar atılmalıdır ki, hazırda elə bu proses gedir, həm ictimai müstəvidə, görüşmə təşkilatlarının görüşləri mübadiləsi kontekstində, həm parlament səviyyəsində. Belə, hörmətli tamaşaçılar, növbəti efir saatımız başa çatdı. Sağ olun, növbəti görüşlərədək.